Hamıya salam. Günə yenə klassik başlayıram. Uşaqları məktəbə hazırlayıram. Madinanın saçını yığıram. Gün necə keçəcək özüm də bilmirəm, amma sizinlə paylaşacağam. Kanal yenidir, yavaş-yavaş böyüyürük. Abunə olub dəstək olsanız çox sevinərəm. Çox istəyərəm ki, kanalım tez irəliləyiş olsun sizin köməkliğinizlə. Elə olsa əgər daha da həvəslənərəm, daha uzun videolar çəkərəm və daha da başqa fikirlərim var. Onları da istəyərəm yerinə yetirəm. İnşallah ki, sizin köməkliğinizlə böyüyərik. Arada biraz vaxtım qaldı. Tez göyərtiləri təmizləyib yudum. Gələndə kükü edəcəm. Uşaqlar belə göyərti yemirlər, amma kükünü çox sevirlər. Ona görə qaydanda tez edəcəm. Ümumiyyətlə vaxtım qalan kimi nəsə edirəm evdə ki, qaydanda işim çox olmasın. Çünki bilirsiniz də evin işi nə qədər sonraya qoyursansa o qədər çoxalır. Evin işi heç vaxt qurtarmır. Ona görə gün ərzində çalışıram. Yavaş-yavaş edirəm, tələsmirəm, yavaş-yavaş edirəm, amma dayanmıram da, belə deyək. Hər şey edirəm ki, mən çöldə olanda fikrim evdə qalmasın, fikirləşməyim ki, ev kirlidir, təmiz deyil, evə qayıtmalıyam ki, çöldə rahat olmağım üçün. Mən həmişə belə edirəm, ona görə demək olar ki, evim həmişə təmiz olur, yəni çox dağılmır. Uşaqları da elə öyrətmişəm. Yəni əşyalarını toplama vərdişləri öyrənmək həm onların məsuliyyət hissini artırır, həm də ev işlərini daha asanlaşdırır. Yəni uşaqlar məsəl üçün səhər duranda yerlərini özləri yığırlar, məktəbdən qayıdanda əyinlərini soyunurlar, qatlayıb yerinə qoyurlar, kurtkalarını asırlar. Yəni bunların heç birini mən eləmirəm, hamısını özləri edir. Nə bilim, məncə mənim üçün bu daha doğrudur. Həm mənim üçün yaxşıdır, həm də özləri üçün yaxşıdır ki, öyrənirlər. Madinanı məktəbə qoydum. İndi gedirəm Miraya götürməyə. Miray saat 2-də çıxır kursdan. Saat 3-də də onun dərsi başlayır məktəbdə. Miray hələ məktəbə qədərə gedir. Ona görə saat 3-də başlayır onların dərsi. Evə qayıtmırıq, çünki evə qayıtmaqda bir məna görmürəm. Biz evə qaydana, yuxarı qalxana, yemək yeyənə, inanın çatdırmaq olmur. Elə ən gözəli variant tapmışam. Özümlə yemək götürürəm konteynerdə. Mirayı kursdan götürəndən sonra gəlirik məktəbin həyətinə. Orada yeməyini yeyir və gedir məktəbə. Məktəbdən də 1 saat yarıma çıxırlar deyə yenə evə qayıtmıram. Qızlarla kafedə otururuq, gəzirik valideynlərlə. Əslində çox gözəl vaxt keçirdirik. Bu da mənim üçün gün ərzində bir istirahət olur. Artıq qızlara da çox öyrəşmişəm, doğmalaşmışıq elə bir. Sadəcə bu gün hava yağışlı idi deyə qızların heç biri gəlməmişdi. Mən tək qaldım. Ona görə fikirləşdim ki, nə edə bilərəm? Bunun necəsə ləzzətini çıxartmalıyam. Gəldim dönər almağa. Dönər storydən alıram dönəri. Çox dadlı eləyirlər. Mən çox bəyənirəm. Kabab dadı gəlir dönərdən. Dönər storydən dönəri götürdüm. Gəldim yenə məktəbin həyətinə. Yağışlı havada belə sakitçilikdə yeyə-yeyə onda bir cür ləzzətini çıxartdım. Oldu. Və bu qəşəng qızı məktəbdən götürdüm. Qaydırıq bir yerdə. Biraz vaxtım var idi. Salona getdim, lazerə getdim. Və Mirayın əslində çolkasını istədim kəstirməyə, amma Miray icazə vermədi. Deyir ki, uzatmaq istəyirəm, amma qıraqdan yığmağa da icazə vermir. Artıq çolkası gözünə girir. Müəlliməsi də məktəbdə çolka icazə vermir. Mən bilmirəm məktəbdə niyə çolkaya icazə yoxdur. Uzundursa, gözünə girirsə başa düşmək olar, hə, amma gödək çolkaya niyə icazə yoxdur, onu anlamadım, başa düşmədim. Nəysə, amma icazə vermədi, ağladı.
yığmağa da icazə vermir. Bilmirəm necə olacaq. Ayağı düşdü kuklanın. Kuklanın ayağı düşdü. Niye ayağı düşür hər dəqiqə? Uyudu. Araba yansın ayağı kırıldı. Kulağına da... Öldü ayağı. Buna vitamin D vermək lazımdır. Mirayın yeri hazır. Oldu tərtəmiz. Bunu da qoyaq. Bu acyalıdır. Hərdən yatanda üstünə örtür. Bu acyalı mamam əslində istəyib kravatının üstünə vursun. Böyük də, yəni pakrival kimi vurmuşdu bunu. Amma çox balaca bir şey gəlib. Mamam da verdi Miraya girə ki, belə uzananda üstlərini örtsünlər. Amma materialı qəşəngdir, yumuşaqdır. Sadəcə o qədər yumuşam ki, tükləri ucu əvvəl lap puşistə idi. O qədər siralniyə salıb yumuşam ki, bir damcı belə coddaşıb. Çok biz oldu tərtəmiz. Qurudu saçın. Orası yaşdı. Götürdüm. Baxın, orası. Mirayı çimizdirdim, ortalığı yığışdırdım. Göyərtilərim təmizlənmişdi. Hələ biraz vaxtım var idi. Fikirləşdim ki, kükünü də tez bişirim. Birazdan Madinanı gedib məktəbdən götürəcəm. Axşam dostlarımızla görüşümüz var. Amma ondan əvvəl dediyim kimi bütün ev işlərimi bitirmək istəyirəm ki, hər şey qaydasında olsun və uşaqları yuxuya qoyduqdan sonra rahatlıqla görüşə gedəcəyik. Belə deyək də, hər birimizin gündəlik həyatda müxtəlif məsuliyyətimiz var da, amma unutmaq olmaz ki, həftədə bir dəfə özümüzə vaxt ayırmalıyıq, özümüzə diqqət yetirməliyik, ruhən yenilənmək və enerjimizi bərpa etmək çox önəmlidir. Bu həm də balanslı və xoşbəxt bir həyat tərzi yaratmağa kömək edir. Ona görə biz həmişə həftədə bir dəfə belə olsa, uşaqlarsız, yoldaşımla ikimiz və yaxud da dostlarımızla çıxıb həmişə vaxt keçirdirik. Həftənin başqa bir günü isə sırf uşaqlarla vaxt keçirdirik. Əyləncə mərkəzlərinə aparırıq. Hava yaxşı olanda parka aparıram onları. Ürəkləri necə istəyir, elə onlarla gün keçirdirik. Amma əlbəttə ki, dərsləri yaxşı olursa. Bayaq göyərtiləri doğradım, getdim. Çünki çatdıra bilmədim bişirməyə. Vaxtı az qalmışdı. Madinanı getdim, gətirdim. Sağ olsunlar, mənə kömək elədilər. Paltaları asdılar. Sonra Madinanı da çimizdirdim. Yoruldum. Madina çimdim, mən sönürəm. Birazdan çıxacaq şəhərə, amma heç halım yoxdur. Sadəcə dostlarımıza söz vermişik deyə. Orada da şalvarımı qoymuşam qurusun. Cəmi bir dənə şalvarım var. O qurumasa heç ara gedəmirəm. Quruta bilərsən dəfində. Belə tez Zarafat edirəm. Tez olar. Prosta bir gün onu geyinmək istəyirəm. Ona görə qoymuşam tez qurusun. Uşaqları yerbəyer elədim. Onlar artıq yatdılar. Biz çıxdıq. Saçlarımı da taxmışam. Bu saçları mən Temudan almışam. Zakolkadadır. Çox rahatdır da və çox təbii görsənir. Mən onu taxıb harasa gedəndə hamı soruşur da ki, bu təbii saçlardır, hardan almısan bunu? Amma Temudan almışam və çox da ucuz almışdım. 9 və yaxud da 10 manataydı. Yol üstü isə Nərimanovda çox şirin və kiçik bir yerə baş çəkdik. Saat dükanında saatımızı düzəltdirdik. Həmin o yerdə çox əyləndik və gülməli məqamlar baş vermişdi, yaşanmışdı. Heyf bunları sizə nə çəkə bildim, nə də ki sözlə də ifadə edə bilməyəcəm. Çox əyləndik biz orada. Yəni
bütün yorğunluğum mənim orada keçdi də belə deyək. Amma heyf ki bunu sizə yansıda bilməyəcəyik. Sonra dostlarımız yığdı və gələ bilmədiklərini söylədilər. Çox heyf, çünki daha tez birsəydim əgər heç evdən çıxmazdım bayıra, çünki əslində çox yorğun idim, çıxmaq istəmirdim. Söz vermişdik deyə çıxdıq, amma onlarda da bir nəsə baş verdi, onlar da çıxa bilmədilər. Biz də çıxmışkən da edə bilərik, fürsətdən istifadə etdik, getdik xəngəl yeməyə, çoxdan da yemirdik. Maraqlı vaxt keçirdik, qəşəng vaxt keçirdik. Sonra evə qayıtdıq, makiyajımı yudum və maskasız heç cürə maskamı edib getdim yatmağa.